Oynaq ağrı növünə görə xəstəliyi necə ayırd etmək olar? Bir, hərəkətlə artan ağrı, buna biz mexanik ağrı deyirik. Bu da çox oynağın yiyilməsi nəticəsində, artroz nəticəsində və oynağın digər menis patologiyası və digər problemin nəticəsində ola bilər. Bu ağrılar artıq çox hərəkət elədikdən, çox yeridikdən və ya çox yükləndikdən sonra başlayır. Burada daha çox təbii ki, müayinələrdən sonra dərman müalicəsi, fizioterapiya, bəzi ciddi hallarda əməliyyat lazım ola bilər. Digər bir ağrı səhər-səhər olan ağrı, oynaqlarda ağrı, sərtlik və hərəkət elədikcə bu ağrı açılır, belə bir gərginlik keçir. Bu daha çox revmatizmal xəstəliyə bağlı ola bilər. Bununla daha çox revmatoloqlar məşğul olurlar, müxtəlif analizlər verirsiniz və uzun müddətli müalicə lazım ola bilər. Və üçüncü növ ağrı gecə ağrıları. Bu sevmədiyimiz, daha təhlükəli olan ağrılardır. Bəzinin altında bir onkoloji xəstəliyə də yata bilir. Burada artıq KT, MRT, rentgen müayinələrindən keçmək lazımdır və diaqnozu düzgün təsdiq etmək lazımdır. Vaxtında yoxlanın, düzgün müalicə olunun. Ağrının səbəbini vaxtında bilmək düzgün müalicənin başlanğıcıdır.